بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين سيدنا ونبينا Muhammed وعلى آله وصحبه ecmaîn. Amma ba'd. Değerli kardeşlerim, her birinizi uca Allah'ın salamıyla salamlayıram. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu deyirəm. Və bu gün inşallah Qurani Kərimi pul ödəniş müqabilində öğretmək barəsində danışmaq istərdim. Bu barədə alimlərin sözlərini və bu barədə rivayet olunan hədisləri inşallah sizlərə çatdırmaq istərdim. Belə ki, dəyərli qardaşlarım, Qurani Kərimi öyrətmək ən böyük ibadətlərdən və ən şərəfli əməllərdəndir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, xayrakum mən təalləməl Qur'an və alləməhu. Sizin ən xeyirliniz Quranı öyrənən və onu öyrədəndir. Lakin alimlər arasında qardaşlarım, Quranı pul qarşılığında öyrətmək mövzusunda təfsilatlı danışılmışdır və məsələ iki şəkildə izah olunub. Birinci məsələ, Qurani Kərimi sırf dünya malı üçün öyrətmək və təhlükəli və qınanılmışdır. Belə ki, əgər insan Quranı şöhrət, pul, vəzifə, insanların tərifi, dünya mənfəəti üçün və s. ilaxır bu kimi səbəblərdən dolayı öyrənər və öyrədərsə, bu ixlasa birbaşa ziddir və təhlükəlidir. Uca Allah buyurur ki, وَلَا تَشْتَرُوا بِآيَاتِ ثَمَنًا قَلِيلًا. Bəqərə surəsi 41-ci ayəsində buyurur ki, Allahın ayələrini ucuz qiymətə satmayın. Digər bir ayədə də buyurulur ki, Hud surəsinin 15-16-cı ayələrində kim dünya həyatını və onun zinətini istəyərsə, onların əməllərinin qarşılığını orada verərik. Lakin axirətdə onlar üçün oddan başqa bir şey yoxdur. Ona görə sələf alimləri Quranı dünya qazancı vasitəsinə çevirməkdən çox qorxardılar. Və ikinci məsələ isə yaşayış ehtiyacı üçün Quranı öyrətməyə görə ödəniş almaq və alimlər bunu icazəli saymışlar. Belə ki, əhl-i-sünnə alimlərin böyük əksəriyyəti demişdir ki, əgər müəllim vaxtını ayırırsa, əziyyət çəkirsə, zəhmət çəkirsə, vaxtını sərf edirsə, dolanışığa ehtiyacı varsa, hətta başqa bir alimlərin digər qövüllərində hətta dolanışığa ehtiyacı olmasa belə, əziyyət çəkirsə, vaxtını sərf edirsə, həmçinin Quran təliminə özünü həsr edirsə, onda maaş və ya ödəniş alması icazəlidir. Bunun ən məşhur dəlili isə Peyğəmbər sallallahu aleyhi və səlləmin hədisidir. Belə ki, bir qrup sahabə bir qəbilə başçısını Qurani Kərim Əl-Fatihə surəsini oxuyaraq müalicə etdilər və qarşılığında bir qoyun aldılar. Peyğəmbər sallallahu aleyhi və səlləm də buyurdu: İnnə əhəqqa mə əxəstum aleyhi əcran kitabullah. Ən haqlı aldığınız ödəniş Allahın kitabı müqabilində aldığınız ödənişdir. Səhih Buxari rivayet olunub bu hədis. Qardaşlar, bu hədis Quran öyrətmək və onunla xidmət göstərmək qarşılığında ödəniş almağın əsas dəlillərindəndir. Və alimlərin qövülləri də bu barədə kifayət qədərdir. Məsələn, İmam Ən-Nəvavi rahimehullah demişdir ki, Quran öyrətməyə görə ödəniş almağın icazəli olması alimlərin cumhurunun görüşüdür, yəni əksəriyyətinin görüşüdür. Həmçinin İbn Qudamə də rahimehullah bunun icazəli olduğunu qeyd etmişdir. Və habelə İbn Teymiyyə rahimehullah demişdir ki, əgər insanlar Quran müəllimlərinə dəstək verməsələr, Quran təlimi zəifləyə bilər. Buna görə ehtiyac olduqda maaş alması icazəlidir. Və müasir alimlərdən Şeyx İbn Üseymin, Şeyx İbn Baz rahimehullah, onlar da bu barədə ətraflı danışmışlar və onlar da demişdilər ki, Quran müəllimi bu işə vaxt ayırdığı üçün, əziyyət çəkdiyi üçün, sərf etdiyi yorğunluğa görə, hətta ehtiyacı olmasa belə, bu işin müqabilində tələbədən ödəniş alması icazəlidir. Və yaxud da ki, hər hansı bir mədrəsədən, məktəbdən maaş alması icazəlidir. Və burada alimlər ən doğru və orta yol qoymuşlar və demişlər ki, Quran yalnız Allah rızası üçün öyrədilməlidir ən başda və müəllimin niyyəti dinə xidmət olmalıdır. Maaş məqsəd yox, vasitə olmalıdır yaşayış üçün. Quran ticarətə çevrilməməlidir. Lakin müəllimin dolanışığı üçün halal şəkildə ödəniş alması icazəlidir.
və yaxud da ki, müəllimə bu işdə dəstək verilməsi zəruri hala çevrilə bilər. Çünki müəllim vaxt sərf edir, enerji sərf edir, yorulur, illərlə elm öyrənir və nəticədə tələbələrə xidmət edir. Bu səbəbdən ona verilən halal əmək haqqı və yaxud da ki, tələbədən götürdüyü zəhmət haqqı şəriətdə icazəli görülmüşdür. Bununla yanaşı, ixlas ən əsas məsələdir. İnsan daim niyyətini yoxlamalı, qorumalı və hətta özünə belə bir sual verməlidir. Mən Quranı Allah üçün öyrədirəm. Aldığım ödəniş isə yalnız yaşayışım üçündür. Və sələf alimləri belə deyərdilər. Əməl kiçik ola bilər, amma niyyət onu böyüdər. Əməl böyük ola bilər, amma niyyət onu kiçildə bilər. Və qardaşlar, bu məsələ haqqında inşallah bu qədər. Ən doğrusunu uca Allah bilir. Allah subhanahu wa ta'ala bizləri eşidib faydalanan qullarından eləsin.